Salam dəyərli izləyicilər. Bu günlərdə sizlərlə bir bitki haqqında danışacağım, hansı ki, bununla əlaqəli heç kəs, heç bir həkim və fitoterapist danışmayıb. İlk olaraq məndən eşidəcəksiniz. Bu bitkinin faydalarını da saymaqla bitmir ki, bitmir və eyni zamanda bunu təbiətdən hazır doğal olaraq da yığa bilərsiniz. Bu bitki o qədər faydalıdır ki, mütəmadi olaraq özüm də istifadə edirəm, hansı ki, bu ilk olaraq kor bağırsaq problemlərində faydalıdır, həzm sistemlərində faydalıdır, mədə-bağırsaq sistemlərində faydalıdır, qan şəkərinin nizamlanmasına faydalıdır, diş əti və diş problemlərində faydalıdır. Bundan əlavə olaraq ürək məsələlərində faydalıdır və eyni zamanda qan azlığı məsələlərində də çox faydalı olan bir bitkidir və bundan əlavə olaraq da cilt problemlərində faydalıdır, beyin funksiyalarında da çox faydalı olan bir bitkidir. Hansı ki, bu bitki yabani olaraq meşələrdə bitən böyürtkandır. Böyürtkanın meyvəsinin çayını və yaxud da əgər meyvəsini tapa bilmirsinizsə, yarpaqlarının da çayından istifadə edə bilərsiniz. Hər kəsə sağlam həyat arzu edirəm.